Bugün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində dünyaya göz açmış akademik Zərifə Əliyevanın tədqiqatları alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib. 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən trakoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektiv müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini trakomanın müalicəsinə həsr edib. O, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik uzaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin, peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmaların ilkin nəticələrini ümumiləşdirərək Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanlarının vəziyyəti mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib. Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən möhtəbər mükafatı olan SSR Tibb Elmləri Akademiyasının Averbach adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alimdir. Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Zərifə Əliyevanın əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. Akademik Zərifə Əliyeva keçmiş SSR Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumİttifaq Bilik Cəmiyyəti İdarə Heyətinin, Ümumİttifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçiyə qəbirstanlığından Bakıya gətirilərək fəxri xiyabanda atası Əziz Əliyevin məzarının yanında dəfn olunub.